siz işğaldan qabaq açmışsınız. Bu elə Laçına tutulan bir işdir. Sizin bu məclisiniz. Laçının üzerine düşen, folklor sahəsindən düşən bir işdir və bugün şükür Allah'a ki, Laçınımız da azaddır, Daraşlığımızın məqbərəsi də azaddır. Amma sizin bu əmənəniz yaşayır və mən inanıram ki, gün gələcək, bax bugün Sarı Aşığın irsinə tutduğumuz işıq kimi bir gün Şair abinin irsi araşdırılacaq. Şair abinin şeirlerine baxanda onun hər misrasından min bir məna süzülür. Yəni, şair abi belə məclisdən ağzını açıb danışmasa belə onun bir şeirindən bir bənd demək bildirir ki, şair abi çağdaş dövrümüzün nəhəng bir sənətkarıdır və sizin irsiniz, mən inanıram ki, zaman zaman öyrəniləcək, sizin irsinizdə də kitablar öyrəniləcək. Gəlirik, siz bayaq dediniz Atıxan müəllimdən, özünüzlə şəhidlərimizdən o Ələskərin bir sözün xatır deyir, adım Ələskərdir, mərdimə, 12 şəhidin işləyir, hər yanına baxdım. Sizin sözünüzə qüvvət, siz sanki mənim ürəyimi də oxunursunuz. Göz gəzdirdim ki, mənim də yetirmələrim var. Sabit müəllimi gördüm, Bayıq müəllimi gördüm, Hamlet müəllimi gördüm, Məhəbbət müəllimi gördüm, Ağaoğlu'nu gördüm. Yəni, ustad olmaq, nəsə öyrətmək bir urfanlıqdır, bir ayrılıqdır. Bu baxımdan ustad olaraq özümü yox, məclis sizə aiddir. Siz ustadları təbrik edirəm ki, siz bugün yetirmələrinizin məclisinə şahidlik edirsiniz, aparıcılıq edirsiniz. Məclisimizin bu gözəl yerində qeyd edeyim ki, bir-birindən rəngarəng gözəl sənətkarlarımız əyləşib, şairlər əyləşib, şairələr əyləşib. Bir məlum olaraq söz adamlarının məclisində söz demək təbii ki, mənim üçün çətindir, amma özümü çalışırım ki, toparlayayım. Bugün səbəbkar Əbdüləli Axundoğludur. Siz də çox haqlı olaraq qeyd elədiniz, Atıxan müəllim də qeyd elədi, Əbdüləli Axundov bəlli bir soyun bugün daşıyıcısıdır. Amma deyərdim ki, elə həm də özünə görə tanınır. Əbdüləli müəllimin adını daşıdığı babası Əbdüləli elimizin ilk alimlərindən olub. 30-cu illərdə kitab çap edən alim olub. Məsələn, Dəli Dağın ətəyində yerləşən bir kəndə, Qərəkeşli kəndində kitab yazmaq, kitab müəllifi olmaq böyük bir qəhrəmanlıqdır. Molla Mikailin övladlarıdır. Bu sülalanın Məşədi Cəbrayil çıxıb, Əbdüləli müəllim çıxıb, Möhbalı çıxıb, üç qardaş ilə represiyanın qurbanı olurlar. O cümlədən də bugünkü səbəbkarımızın adını daşıdığı babası Əbdüləli müəllim. Əbdüləli müəllim bizim ilk o dövrdə 30-cu illərdə milli dildə əlifba yazan alim olub. Əlifbanın özü yazıb, ibtidai məktəblər üçün Kürd dilində əlifba yazıb. Elə indinin özündə də var, məktəblərdə milli dillərə üstünlük verilir. Əbdüləli müəllimin mən bir parça şeirini deyəcəm. Kürd dilində əlifbada gedən şeirdir. Təbii ki, öz xalqının, öz soyunun oğlu ola bilməyən vətənin də oğlu ola bilməz. Deyir, meşək demə, dari də həmə. Hər məhluk fokusdevi də həmə. Bari qalan şirin, hər cavan param bilir. Tərcümə edəcəm, təbii ki, şeirlə yox. Qafqaz florasındakı yabanı meyvələri bir sadəliyik, bir meşələrimizdə alma var, ərmil var, ərsil var. Onların barı şirin, onlardan çoxlu gətirir. Yəni, əlifba üçün, məsələn, Abdullah Şaiqin şeirlərinə uyğun, uşaq şeiridir. Sadəliyik ki, bizim meşələrimizdə həm də yabanı floranın o bitkilərini bir sadəliyik, bir kitaba salır ki, bizim Laçın florasında hansı gözəlliklər var. Bugün Aşıq Əbdüləli o irsi daşıyır, o kökün nümayəndəsidir və təbii ki, Atıxan müəllimdən, Şair adildə haqlı olaraq danışdılar, yəni məlumatların əksəriyyətini bildirlər. Mən də bu
məlumatları deməyi borc bildim özümə. Əbdüləlinin sənətini xoşlayıram. Əsasən də dağınlıq düşmüşük. Gənclik illərimizdən məclislərdə mən ömür boyu bir misra da şeir yaza bilməmişəm, heç o fikrə də düşməmişəm. Amma bu saz sənətini, folkloru çox xoşlamışam. Abdulxan müəllimcinin cavan vaxtlarında məclislərdə olanda bir də Abdulxan müəllim deyirdi, Rövşən, sən həm də deyirdi, çətin adamsan. Onun vaxtımızda bizə ağır havaları sifariş verirdi. Bəhməni istəyərdim, Koroğlu havaları istəyərdim. Neçə çətin İrəvan çukurunu istəyərdim. Aşığın yorulmaq vaxtında İrəvan çukurunu istəyərdim. Təbii ki, bu da yorulmaq aşıq üçün çətin olurdu, amma mənlə hesablaşırdılar təbii ki. O dünyasını dəyişən sənətkarlarımız var ki, hərəsinin repertuarının bir şey arzulayacaq, amma bugün Laşın aşıq məktəbi çox inkişaf edir. Və mən Əbdüləli müəllimin timsalında deyə bilərəm ki, Laşın aşıqlığının cilalanmasında məcburi köçkünlüğün çox böyük rolu var. Və hörmətli şairimiz biri çox fikirlənmirsən qəmə kədərə, belə mənə şəxsi öz sözümdən deyirəm. Bunun təbii səbəbi var. Bunun təbii səbəbi ondan ibarətdir ki, 30 illik vətən həsrəti bu sənətkarları cilalayıb, Aşıq Seymuri yaradır, Aşıq Əbdüləlini yaradır, Aşıq Nəsimini yaradır. Aşıq təşəkkür bizim saz sənətində birinci deyərdim, elə hər birinə. Birinci də deyərdim, inci də deyirəm. Yəni, var olsunlar və bunların da birləşməsində Abdulxan müəllim kimi, Şair Adil kimi, Umbay kimi, Cabbar müəllim kimi və adını çəkmədiyim bizim tarixi sənətkarlar var. Amma bugünkü gəncliyimiz, mən deyərdim ki, saz alanında Abdulxan müəllimin nəvələri var. Aşıq Abdül var, bir özümə borc bilirəm ki, Abdülxan müəllim. Məsələn, hər bir sahə üzrə deyirəm, göylə əməlləşən sənətkarlarımız var. Allah hamısını var eləsin. Aşıq Əbdüləli, bugün sənətkarsınız, səbəbkarsınız, həm sənətkarsınız. Ürəkdən təbrik edirəm sizə. Sizin kitab təqdimatının ulaşında keçən məclisi də virtual izləmişəm, sizi sosial şəbəkələr üzərində də izləyirəm. Sizə uğur arzulayıram. Və bu qaydada davam edin və bu qaydada o suyun yaşamasına xidmət edin. Qonaqlarımızın da hər birinə elimiz adından təşəkkür edirəm ki, elə bir toplantıda iştirak edirlər, hərəsi məclisimizə bir rəng qatır. Biraz da üzr istəyirəm, çox danışdım. Əslində gərək sazlar digər yoldaşlara da vaxt qalsın. Mənə də söz verdiyiniz üçün Şair Adil bir daha təşəkkür edirəm.